Qatlarını yağlamadan çox ləzzətli bir paxlava hazırlamaq istəyirsinizsə, videonun sonuna qədər izləyin. Miqdarları videonun alt bölümündə qeyd edəcəm. Öncəliklə mayaya bir qədər ilıq su əlavə edib qarışdırıram və qoyuram kənara. Daha sonra unu ələkdən keçirdib bir qaba əlavə edirəm. Üzərindən vanilin və şəkər tozunu əlavə edirəm. Qarışdırdıqdan sonra mayanı əlavə edirəm. Yumurtanı, otaq temperaturunda yumuşaldılmış kərə yağını, xamanı və ilıq südü əlavə edib xəmir yoğururam. Xəmir ələ yapışmayan, yumuşaq, kövrək bir xəmir olmalıdır. Xəmiri bir 15-20 dəqiqəlik qoyuram kənara dinlənsin və daha sonra kündələrə ayırıram. 2 böyük kündəyə, bir kündə 346 qram, bir kündə 255 qram, qalan kündələr isə 70 qramdan tuturam. Ümumilikdə 12 kündə alınır. Paxlavanı bişirəcəyim soba listini mütləq öncədən kərə yağı ilə yağlayıram. Daha sonra ilk öncə ən böyük kündəni açıram. Hansı ki o 255 qramlıq kündəni. Daha sonra 70 qramlıq kündəni yayıram üzərindən və qeyd edim ki, kündələrin arası qətiyyən yağlanmır. Və ilk kündəni qoyduqdan sonra mütləq bıçaqla deşləkləyirəm ki, hava keçirtməsin, yəni şişməsin xəmir. Ondan sonra içliyimi əlavə edirəm. İçliyi bundan öncəki videoda paylaşmışam. Necə hazırladığımı və bütün qatları yığdıqdan sonra sonuncu qatı, elə bir 11-ci qatı yerləşdirdikdən sonra yenidən çəngəllə deşləkləyirəm ki, şişməsin və yağla hər tərəfini qəşəng yağlayıram və üzərindən 340 qramdan tutduğum kündəni açıram və hamar şəkildə yayıram. Daha sonra yumurtanın sarısı ilə duru yağı qarışdırıb süzgəcdən keçirdirəm ki, paxlavanın üstü hamar alınsın. Şərbəti hazırlayıram. Şəkər tozu, su və limon şirəsindən istifadə edirəm. Qoydum şərbət bişsin. Şərbət bişənə qədər mən paxlavanın üzərini gördüyünüz kimi kəsirəm. İstəsəz xətkeşlə də kəsə bilərsiniz. Mən gözəyarı hər zaman belə kəsirəm və üzərini yumurta çəkdikdən sonra təmizlənmiş qoz ləpəsi yığıram. Fındıq və badamdan da istifadə edə bilərsiniz. Mən qozdan istifadə etdim və əvvəlcədən qızdırılmış 150 dərəcədə ilk öncə qoyuram bişməyə. 150 dərəcədə hardasa bir 15-20 dəqiqə bişdikdən sonra yağı əlavə edirəm. Gördüyünüz kimi, çünki mən əvvəlcədən paxlavanı yağlamamışdım. Və daha sonra yenidən 150 dərəcədə ta ki paxlavanın üzəri gördüyünüz kimi qızarana qədər bişirirəm. Paxlavanı sobadan çıxardan kimi üzərindən şərbəti əlavə edirəm. 3-4 saat gözləyirəm ki, şərbəti canına çəksin və ondan sonra artıq yeyə bilərsiniz. Möhtəşəm alınır bu reseptlə. Qızlar, şiddətli şəkildə tövsiyə edirəm ki, hazırlayın. Bayrama qədər sizlə 4 ayrı-ayrı üsulla hazırladığım paxlava reseptlərini paylaşacağım. Bu ən sevdiklərimdəndir. Doğrudan da ideal şəkildə alınır. Hazırlayın, nuşucanlıqla yeyin. İnşallah ki, hazırladığınız paxlavaların şəkillərini göndərərsiniz, mən də paylaşaram və göz haqqınızı halal edin. Sağ olun, salamatla qalın.